Salam əziz şagirdlər, dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz sözün həqqi və məcazi mənası, tək mənalı və çox mənalı sözlər, terminlər və arxaizmlər. İzaha keçməzdən əvvəl videoyu bəyənməyi, kanala abunə olmağı unutmayın. Başlayaq testimizə. Birinci sual, köhnəlmiş sözlər müəyyən edin. Deməli, sayırı, əsən, aytmaq, bunlar köhnəlmiş sözlərdir. Vətən ümüşləkdir, çörək ümüşləkdir, gümrah ümüşləkdir, naxoş ümüşləkdir. Bir də cavabımız olacaq A variantı. İkinci sual, köhnəlmiş sözlər müəyyən edin. Deməli, yasavul, yüzbaşı, nəsnə, bunlar köhnəlmiş sözlərdir. Canlı ümüşləkdir, məktəb ümüşləkdir, aylıq ümüşləkdir, fikir ümüşləkdir. İkidə cavabımız olacaq A variantı. Üçüncü sual, köhnəlmiş sözləri müəyyən edin. Deməli, qovun ümüşlək sözdür, daraq ümüşləkdir, ələk ümüşləkdir, xəstə ümüşləkdir. Cavabımız olacaq Y variantı, xış, yasavla aytmaq köhnəlmiş sözlərdir. Dördüncü suala baxaq. Köhnəlmiş sözlər müəyyən edin. Deməli, rəndədir, gözəldir, divandır, ümüşləkdir. D variantında təhnədir, tanıqdır, vəldir. Bunlar köhnəlmiş sözlərdir. Dörddə cavabımız olacaq D variantı. Toplama, vurma, çıxma, bunlar da işlətdiyimiz sözlərdir. Beşinci suala baxaq. Çoxmənalı sözlər müəyyən edin. Deməli, papaq tək mənalıdır, top homonimdir, qar tək mənalıdır, ana, sonra bağ, dağ, bunlar bağla dağ homonimdir. 5-də cavabımız olacaq D variantı. Ayaq, ətək, köş, ağac çox mənalı kimi işlənir. 1. Stolun ayağı, ətək, dağın ətəyi, kök, sözün kökü, ağız, qapının ağzı. 5-də cavabımız oldu D variantı. 6-cı suala baxaq. Hansı cümlədə sonuncu söz məcazi mənada işlənmişdir? Gözətçi yatmamışdı həqqi mənada. O hər gün anasını qarşılamağa gedərdi həqqi mənada. Bu gözəl mənzərəyə baxanda hamı sevinirdi həqqi mənada. Sevinirdi. Dostlar şirin söhbət edirlər həqqi mənadadır. Ona görə deyini götürmürük. Burada şirindir məcazi mənada. Cavabımız olacaq altda Y variantı. Burada təbiət adamın üzünə gördür. Təbiətin gülməyi bir növ məcazi mənadadır. Altda cavabımız olacaq Y variantı. 7-ci sual, hər cür çox mənalı sözdür. Həyat lövhəsi, söz kəsmək, adam saymaq. 7-də cavabımız A olacaq. Yağış çox mənalı deyil, çəki çox mənalı deyil, insan da çox mənalı deyil. Sonra arx da çox mənalıdır. 7-də cavabımız oldu A variantı. 8-ci sual, arxaizmləri müəyyənləşdirin. Deməli, otaq ümüşlək sözdür, qapı da ümüşləkdir, sonra qovundur, xırdadır, çiməklikdir, ümüşləkdir, ələkdir, ümüşləkdir. 8-də cavabımız olacaq B variantı. Usyey, altun köhnəlmiş sözlərdir. 9-cu sual, arxaizmləri müəyyən edin. Deməli, tağım ümüşlək sözdür, sonra divan ümüşlək sözdür. Elə cavabımız olacaq C variantı. Çuxa, yasavul, mülkədar köhnəlmiş sözlərdir, yəni arxaizmlərdir. Mənzil ümüşləkdir, vurmadır, çıxmadır işlətdiyimiz sözlər. 9-da cavabımız olacaq C variantı. 10-cu suala baxaq. Biri dilçilik termindir. Etimologiya sözlərinin mənşəyini öyrənir. 11-ci sual, bir dilçilik termindir. Dialektizm hər hansı bölgəyə, rayona aid sözləri öyrənir. Orada işlənmiş sözləri öyrənir. 12-ci suala baxaq. Biri dilçilik termindir. Morfologiya nitq hissələrindən bəhs olunur. 13-cü suala baxaq. Hansı söz çox mənalı söz kimi işlənə bilmir? Deməli, isti münasibət işlənir, qara xəbər işlənir, boz adam, utancaq adam, utanmaz daha doğrusu adam kimi məcazi mənada işlənir. Soyuq münasibət Şabalıda olacaq cavabımız. 13-də cavabımız olacaq E variantı. 14-cü suala baxaq. Hansı söz çox mənalı söz kimi işlənə bilmir? Deməli, hıçqırmaq olacaq yəqin ki, bişirmək, mən bu işdə bişmişəm, yəni yetişmişəm mənasında, məcazi mənada, üst çevirmək, sonra günahlarımı yumaq, atmaq, söz atmaq mənasında. Ona görə 14-də cavabımız olacaq A variantı. 15-ci suala baxaq. Aşağıdakı terminlərdə hansını qarşısındakı sözlə əvəz etmək olar? Obrazla personajı əvəz etmək olar, dialoqla mükalimə əvəz etmək olar. Dekorasiya, remarka, deməli, remarka dramaturji əsərlərdə istifadə olunur. Rejissorlara, personajlara, yəni obrazlara məlumat vermək üçün istifadə olunur. Dekorasiya isə nəyisə bəzəmək üçün, nəyisə evin dekorasiyası, ona görə 15-də cavabımız olacaq C variantı. Sonra 16-cı suala baxaq. Arxaizmləri müəyyən edin. Yanacaq ümüşlək sözdür, dəsmaldır, qapıdır, bunlar ümüşləkdir, sürdür, ümüşləkdir. 16-da cavabımız olacaq B variantı.
17-ci suala baxaq. Üz sözü hansı cümlədə məcazi mənada işlənmişdir? Kişi danışdıqca üzü qızarırdı, həqqi məna. Uşağın üzü, gözü toz içində idi, həqqi məna. Üzündən bilinirdi ki, bərk sevinirdi. Burada da həqqi mənada işlənib. Elə işlər görüb ki, adamın içinə çıxmağa üzü yoxdur. Bax, burada məcazi mənada işlənmişdir. 17-də cavabımız D variantı olacaq. Dənizçinin üzü gündən qaralmışdır. Bu da həqqi mənadadır. 18-ci sual. Nümunədə altına cəmi sözlər leksik baxımından nədir? Səhərin gözü var, bulağın da gözü var. Burada hər iki göz məcazi mənada işlənib. Deməli, çox mənalı sözdür. 18-də cavabımız olacaq D variantı. 19-cu suala baxaq. Əyilməkdir ağlamağın tərsi üzü. Dərdi dartıb üzməyini dərd üzü. Nümunədə altına xətt çəkmiş sözlərin kökü semantik baxımdan nədir? Deməli, kökü istəyirsə biz üzə baxacağıq. Üz həm insan üzü, həm də üzmək, kəsmək mənasında. Bir də toyuğun başını üzmək. Bir də var dənizdə, göldə üzmək mənasında amonimdir. Bir də var suyun üzü. Burada isə məcazi mənada. Həm amonim, həm çox mənalıdır. 19-da cavabımız olacaq C variantı. 20-ci suala baxaq. Adət budur, yar xəbərin yar alar. Mənim yarım zəif canım yaralar. Yerbəyirdən sızıldaşar yaralar. Rəhm ilə cüməyə ayağa düşdüm. Deməli, nümunədə altına xətt çəkmiş sözlərin kökü semantik baxımdan nədir? Yemək, yar sözündən söhbət gedir. Burada yar həm çox mənalı, həm də amonim kimi düşünmək olar. Necə? Bir var yar sevgili mənasında, bir var nəyisə yarmaq, odunu məsələn yarmaq mənasında. Burada amonim kimi. Bir də var ki, bank yarmaq. Burada isə məcazi mənada işlənib. Ona görə həm amonimdir, həm də çox mənalıdır. Ona görə cavabımız olacaq 20-də Y variantı. Sonra 21-ci suala baxaq. Səhv fikirdir. Bəzi sözlər həm həqiqən məcazi mənaya malik olur. Bu doğru fikirdir. Sözün ifadə etdiyi ilkin məna onun məcazi mənasıdır. Xeyr, həqqi mənasıdır. 21-də cavabımız olacaq B variantı. Dilimizdəki sözlər leksik mənaya malik olub, olmamasına görə 2 yerə bölünür. Doğrudur. Bəzi sözlər çox mənalı ola bilir. Bəli. İzahi lüğətdə sözlərin leksik mənalı şərh olunur. Bəli. 21-də cavabımız B olacaq. 22-ci sual. Cümləni tamamlaya bilən ifadəni müəyyən edin. Çoxmənalı sözlər ümumilə fərqli olar, yazısı dəyişib müxtəlif olur. Xeyr, eyni olur. Tamamilə fərqli mənalar bildirir. Xeyr, eyni məna bildirir. Zaten məcazilik olur. Fikir daha da dəqiq ifadə etməkdə mühüm rol oynayır. İndiqdə yersiz təkrarların qarşısını alır. Bu da deyil. Bədi ədəbiyyatda cinas qafiyə etmə xidmət edir. Amonimdə xidmət edir. Eyni hissəsinə aid olur. Xeyr. Yəni daha doğrusu cümləni tamamlaya bilən ifadəni müəyyən edin. İkincidə cavabımız Y olacaq. Niyə? Eyni hissəsinə aid olur. Çünki amonimlər həm eyni, həm müxtəlif hissəsinə aid olur. Amma çoxmənalı sözlər yalnız eyni hissəsinə aid olur. Ona görə fərqli xüsusiyyəti Y variantı olacaq. 22-də Y. 23-cü suala baxaq. Çoxmənalı söz deyil. Deməli, qayın qayın ağacı, bir də var qayın qohum mənasında amonimdir. Çox mənalığı yoxdur. Burun, gəminin burnu, ətək, şalvarın ətəyi, çəkmək, məsələn, ah çəkmək, kök, sözün kökü, hamısı çox mənalı oldu. 24-cü suala baxaq. Çox mənalı söz deyil. Məsələn üçün, şam. Bir yediyimiz şam, şam yeməyi, bir yandırdığımız şam mənasında, şam ağacı məsələn var. Burada amonim kimi işlənir. Çox mənalı ki, söz tutmaq məcazi mənada. Baş, dağın başı məcazi mənada. Qaş, məsələn, dağın qaşı, kənar hissəsi. Ayaq, məsələn üçün, stolun ayağı çox mənalıdır. 24-də cavabımız A olacaq. 25-ci suala baxaq. Cümlələrin birində həm köhnəlmiş, həm də ümumiliklər söz kimi təhlil edilə söz vardır. Deməli, müəllim uşaqları dərnəyə göndərdi. Burada deyil. Xəstəlik görməsin, əsən yaşayasın. Bu köhnəlmiş sözdür. Yəni, sağ-salamat, daha doğrusu sağlam. Yazıya baxanda adam fərəh hissi keçirirdi. Burada yazı həm çöldüz mənasında işlənir, köhnəlmiş söz kimi. Həm də yazı, yazdığımız mənasında, yazmaq mənasında. Ona görə 25-də C variantı olacaq. Həm yəni köhnəlmiş, həm də ümumiliklər söz kimi işləndi. Ağsaqqalı babanın yerə uçmaq olsun, yəni cənnət olsun. Burada köhnəlmişdi. Koroğlu dəlilərə azğın feodala qarşı mübarizə apardı. Burada da köhnəlmişdi. 25-də cavabımız olacaq C variantı. 26-cı suala baxaq. Göz sözü hansı sözlərlə birləşdikdə məcazi məna bildirir? Balığın gözü həqqi məna, dolabın gözü məcazidir, bulağın gözü məcazidir, səhərin gözü məcazidir, uşağın gözü isə həqqi mənadır. 2, 3, 4-dür cavabımız.
27-ci sual. Yalnız termin kimi işlənən sözdür? Sintaksisdir. Surət həm üzün surəti mənasında, həm də surət məxrəc mənasında 2 çıxdı. Orfoqrafiya yalnız termindir. Sonra bucaq həm terminə müştəkdir. Xəbər həm terminə müştəkdir. Yəni Azərbaycan dilində xəbər var. Bir də gündəlik işlətdiyimiz xəbər vermək var. Sinekdoxa isə yalnız termindir. Enerji həm termindən müştək sözdür. Cavabımız oldu 1, 3, 6. Sonra 28-ci sual. Yalnız termin kimi işlənən sözlərdir. Deməli, kök həm müştək həm termindir. Dil həm müştək həm termindir. 3. Folklor yalnız ədəbiyyatda işlənir. Surət həm termindən müştəkdir. Xəbər həm termindən müştəkdir. Fiksaj yalnız termin kimi işlənir. Arfoipiya yalnız Azərbaycan dilində termin kimi işlənir. Cavabımız olacaq 3, 6, bir də 7. Sonra 29-cu suala baxaq. Yalnız termin kimi işlənən sözlərdir. Deməli, sifət həm terminə müştək sözdür. Azərbaycan dilində termin həm də insanın sifəti. Akvarel yalnız termindir. Tuyuq ədəbiyyatda termindir. Antonim Azərbaycan dilində termindir. Ada coğrafiyada termindir. Həm də gündəlik işlədirik. 5-də çıxdı. Boğaz həm termində həm müştək sözdür. Enerji həm termində həm müştək sözdür. 29-da cavabımız olacaq 2, 3, 4. 30-cu sual. Yalnız termin kimi işlənən sözlərdir. Deməli, bucaq həm termində həm müştək sözdür. Leksika yalnız termindir. Bölmə həm müştək həm termindir. Frazeologiya termindir yalnız. Relyef yalnız termindir. Ahəng həm termindir. Azərbaycan dilində həm də gündəlik işlədirik. Zəf də həm termində həm də müştək gündəlik işlədirik. Ona görə cavabımız olacaq 2, 5, 4. 31-ci sual. Nümunədə hansı misalda işarələnmiş sözlər həqiqi mənada işlənir? Mən istəyirəm, bu həqiqi mənada. Buludlar ağlasın, buludlar ağlaya bilməz, bu insana aid xüsusiyyəti, 2 məcazi mənada. Uşaqlar ağlamasın, bu həqiqi mənadadır. Yanğınlar sönsün, bizə deyir ki, üzr istəyirəm, bizə deyir ki, həqiqi mənada. Deməli, mən istəyirəm, bu həqiqi mənada. Biri götürdüm. Buludlar ağlasın, məcazi mənadadır. Uşaqlar ağlamasın, bu həqiqi mənadadır. Yanğınlar sönsün, həqiqi mənadadır. Ümidlər sönməsin, məcazi mənadadır. Cavabımız olacaq 1, 3, 4, 31-də. 32-ci suala baxaq. Ağır söz verilənlərdən hansı ilə söz birləşməsi yaradarkən həm həqiqi, həm də məcazi mənada düşünülə bilər. Deməli, ağır yük, bir nəsə ağır yük, veş mənasında, çəki mənasında. Bir də var, ağır yük, məsuliyyət mənasında. Biri götürürük. 2 olmaz, bir mənada düşünülür. Adam, ağır adam, çəkisi çox olan adamı. Bir də var, ağır adam, ciddi adam. Daş, həqiqi mənada işlənir. Zəmbir, ağır zəmbir, həqiqi mənada işlənir. Cavabımız olacaq 1, 3. Deməli, bugünlük bu qədər. Videoyu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun, gəlin görüşlərədək.